Salam uşaqlar. Bugün biz sizlə tanış olacağıq kimya nəyi öyrənir? Yəni bir qısa məlumat verim ki, kimyada biz nəyi öyrənəcəyik? Maddələri, cisimləri, molekulları, atomları, kimyəvi birləşmələri, onların xassələrini, tapılma yollarını, alınma üsullarını, fiziki kimyəvi xassələrini və tətbiqini. Yəni biz onu harda istifadə edəcəyik? Bu hissələr biz əslində element kimyasında öyrənəcəyik. Yəni elementləri öyrəndikcə bu ardıcıllıq öyrənəcəyik. Bugünkü dərsimizdə isə siz öyrənəcəksiniz cisim nədir, maddə nədir, maddənin hansı xassələri var və maddənin hansı aqreqat halları var. Birinci tanış olaq cisim nədir? Biz sizlə bu ardıcıllıqla tanış olacağıq. Cisim, daha sonra gələcək maddə, daha sonra gələcək molekul, daha sonra isə atom və ya ion ardıcıllığı ilə tanış olacağıq. Cisim nədir? Cisim bizim ətraf mühitdə gördüyümüz əşyalardır. Məsəl üçün stəkan, kitab, dəftər, qələm, masa, stol, stul. Bunların hamısı cisimdir. Cisimlər nədən təşkil olunubsa o maddələrdir. Yəni maddələr birləşərək cisimlər əmələ gətirir. Molekullar isə birləşib maddəni əmələ gətirir. Atom və ya ionlar isə birləşib molekullar əmələ gətirir. Bizim bu dərsimizdə, yəni siz test işləyərkən də görəcəksiniz ki, cisim və maddə anlayışını bir-birindən fərqləndirmək lazımdır. Necə fərqləndirəcək? Dediyim kimi cisim ətraf mühitdə olan əşyalardır. Maddə isə bu cisimlər nədən hazırlanıbsa odur. Amma maddəni daha çox necə yadınızda saxlayırsınız? Gündəlik məişətdə istifadə etdiyimiz, yəni gündəlik kuxnaya girəndə nəyi görürsünüz? Duz, su, şəkər, spirt, efir, qum, yağ, bax bunlar bizim maddələrimizdir və yaxud da ki 110 elementdən hər hansı birinin adının çəkilməsi, məsəl üçün alüminium, qızıl, gümüş, bunlar bizim maddələrimizdir. Dəmir. Və yaxud da belə deyim, siz Azərbaycan dilindən söz birləşməsi öyrənirsiniz də. Söz birləşməsinin birinci və ikinci tərəfi olur. Əsas tərəf, bir də asılı tərəf. Asılı tərəf sizin maddəvizdir. Məsəl üçün tutalım ki, mən sizə deyirəm ki, şüşə stəkan. Görürsünüz, yəni stəkanın şüşədən hazırlandığını deyirəm. Deməli, şüşə onun maddəsidir, stəkan cisimdir. Və yaxud da deyirəm ki, tutalım dəmirdən stəkan, dəmir stəkan. Dəmir onun maddəsidir, stəkan onun cismidir. Və yaxud da deyirəm boyunbağı, boyunbağı cisimdir. Qızıl boyunbağı da ola bilər. Məsəl üçün dəmirdən hazırlanan polad da ola bilər. Yəni bunlar sizin maddələrinizdir. Və bu maddələri uşaqlar bir-birindən fərqləndirən oxşar və fərqli xassələr var. Ona görə də maddələrin xassələrini biz iki qrupa bölürük. Var fiziki xassələri, bir də var kimyəvi xassələri və sizdən xahişim olacaq ki, fiziki xassələr 6 ədəddir. Bu 6 ədədi əzbərləyəsiniz. Birincisi rəng, iy, dad. İkincisi aqreqat halı. Üçüncüsü ərimə, qaynama temperaturu. Dördüncüsü sıxlıq. Beşincisi istilik elektrik keçiricilik. Altıncısı suda həll olma qabiliyyəti. Burada sizi çaşdıran nə olacaq? Sıxlıq məsələsi. Sıxlıq fiziki xassə hesab olunur. Amma kütlə ilə həcmi isə biz fiziki nə də kimyəvi xassə hesab etməyəcəyik. Ümumiyyətlə fiziki xassə nədir? Yadınızda saxlayın. Fiziki xassə o maddə üçün dəyişməz olan xassələrdir. Yəni dünyanın harasında olursa nə olur? Fərqi yoxdur. Bu su məsəl üçün bizdə də 0 dərəcədə donmalıdır, 100 dərəcədə qaynamalıdır. Dünyanın başqa yerindədir. Yəni bizdə də məsəl üçün su şəffafdır, dünyanın başqa yerindədir. Yəni sıxlığı bizdə də 1-ə vahidə bərabər qəbul olunur və digər bütün maddələrin sıxlığı suya əsasən hesablanır, etalon su götürülür. Ona görə də yəni sıxlıq dəyişməz, amma kütlə ilə həcmini dəyişə bilərsiniz. Məsəl üçün siz istəsəz suyu 1 litr, 1 kilo, 2 litr, 2 kilo kimi götürə bilərsiniz. Aydındırmı? Amma 6 dənə bu saydığımız xassələrin heç biri dəyişməz. Yəni yadınızda saxlayın ki, fiziki xassə maddə üçün spesifikdir, stabildir, dəyişməzdir. Ona görə də kütlə ilə həcmi burada qəbul etməyəcək və işləyəcəyimiz testlərin içərisində olacaq ki, məsəl üçün fiziki xassələri seçin, orada kütlə ilə həcmi verəcək, siz onu seçməməlisiniz. Kimyəvi xassə nədir? Kimyəvi xassəyə isə uşaqlar, adətən kimyada eşidəcəyiniz terminlər olmalıdır içində. Məsəl üçün qarşılıqlı təsir, məsəl üçün reaksiya vermə sözü. Məsəl üçün metallıqdan və ya qeyri-metallıqdan danışmalıdır. Reduksiya edicilikdən və ya oksidləşdiricilikdən danışmalıdır. Və yaxud da cümlə daxilində bir maddə başqa bir maddəyə çevrilmə söhbəti olmalıdır. Gəlin indi mən cümlələr deyim sizə, siz isə onların fiziki və ya kimyəvi xassə olduğunu təyin edin. Məsəl üçün deyirəm ki, oksigen havadan ağır qazdır. Ağır və ya yüngüllük anlayışı uşaqlar sıxlıq deməkdir. Deməli mən
oksigenin sıxlığından danışmış oldum. Sıxlıq isə onun fiziki xassəsidir. Məsəl üçün deyirəm ki, oksigen alüminium ilə qarşılıqlı təsirdə olur. Gördünüz, qarşılıqlı təsir, yəni kimyəvi xassəsindən danışdım. Deyirəm ki, oksigen xlorla reaksiya vermir. Görürsüz, reaksiya sözünü harda eşidirsiniz? Kimyəvida. Deməli, kimyəvi xassəsindən danışdım. Deyirəm ki, natrium güclü metaldır. Metal sözünü harda eşidirik? Kimyada. Və yaxud da deyirəm, flor güclü qeyri-metaldır. Yenə kimyəvidir. Və yaxud da deyirəm ki, flor güclü oksidləşdiricidir. Oksidləşdiriciliyi və reduksiyaciliyi ayrı bir fəndə öyrənmirsiniz ki, bu terminləri kimyada öyrənirsiniz, deməli kimyəvidir. Və yaxud da deyirəm ki, oksigen suda pis həll olan qazdır. Görürsüz, onun suda həll olmağından danışdım, deməli fizikidir. Deyirəm ki, su rəngsiz, iysiz, şəffaf mayedir. Görürsüz, həm aqreqat halından, həm də rəngindən, iyindən danışdım. Deyirəm, su 0 dərəcədə donur, 100 dərəcədə qaynayır. Baxın, yenə fiziki xassəsindən danışmış oldum. Deyirəm, su elektrik cərəyanını keçirtmir. Görürsüz, yenə fizikisindən danışmış oldum. Və yaxud da deyirəm ki, oksigen azonotr adlı cihazda azona çevrilir. Görürsüz, cümlədə oksigen və azonun adını çəkdim. Bir maddədən başqa maddəyə keçdim. Deməli, kimyəvi xassədən danışmış oldum. Yəni, biz maddənin iki xassəsi olduğunu, fiziki və kimyəvi olduğunu və fiziki 6 bəndin, kimyəviyə isə bu hissədə yazdıqlarımın aid olduğunu bilməlisiniz. Yəni, cümlə veriləndə siz onu fiziki və kimyəvi olaraq ayırmağı bacarmalısınız. İndi gələk maddənin aqreqat hallarına görə təsnifatına. Maddələr aqreqat halına görə bilirsiniz ki, 3 qrupa bölünür. Bərk, maye və qaz. Və ola bilər ki, beyninizdə sual yaransın, həyat bilgisini keçən uşaqlar plazma da termini var. Amma plazma qazlar qarışıq olduğuna görə biz onu qaz kimi qəbul edirik. Deməli, biz bu aqreqat hallarına hansı maddələrin aid olduğunu bilməliyik. Bilməliyik ki, bütün metallar bərk haldadır, yeganə metal civədir ki, maye haldadır. Bunu da termometrin içərisində uşaqlar siz görürsünüz. Daha sonra karbon. Karbonu nədən yadınızda saxlayırsınız? Kömürdən. Və ya karandaşın ucundakı qrafit var, bax o da karbondur. Və ya almaz var, bax o da tərkibi karbondur. Yəni bərk haldadır. Sonra kükürt. Kükürdü hardan yadımızda saxlayırıq? Spiçka, yəni kibrit çöpünün ucundan. Sonra fosfor, kibrit qutusunun qırağından. Sonra silisium. Silisium qum şüşənin əsas tərkib hissəsidir. Görürsünüz, bunlar bərk haldadır. Daha sonra qaz halına keçək. Helium, neon, argon. Bunlara uşaqlar deyirlər təsirsiz və ya nəcib qazlar. Yəni, bunların heç kimdən işləri yoxdur. Bir atomlu qaz şəklində mövcuddurlar. Görəcəksiniz ki, reaksiya vermə qabiliyyətləri də yoxdur. Yəni, təklikdə mövcuddurlar. Ona görə deyirlər təsirsiz və ya nəcib qazlar. Daha sonra hidrogen, oksigen, azot, flor, xlor. Bunlar bizim qazlarımızdır. Burada sizi çaşdıran, məsəl üçün, xlor ola bilər. Siz onu maye halda görsəz belə, çünki onu satışda suda həll edib bizə satırlar əlbəttə ki. Amma xlorun əsli qaz halındadır. Yəni, ilk dəfə ondan da müharibə zamanı istifadə ediblər, göz yaşardıcı qaz olduğuna görə. Elə yadınızda saxlaya bilərsiniz. Daha sonra yeganə metaldır ki, civə maye haldadır. Yeganə qeyri-metaldır ki, brom maye haldadır. Daha sonra yod bərk haldadır. Ola bilər yodu da siz evdə maye halda görərsiniz, amma üzərinə oxusaz ki, yazılıb 3% yodun spirtdəki məhlulu, yəni onu etil spirtində həll edirlər, suda həll olmayan bir şeydir. Əsli qara bənövşə rəngdə bərk maddədir. Hələlik aqreqat hallara aid bunları əzbərləsəz kifayətdir bizə. Daha sonra bu dərsimizdə biz aqreqat halların keçidlərini öyrənməliyik. Bərk, maye və qaz. Bu aqreqat halların keçidlərinə aid terminlər verməliyik biz. Deməli, maddə bərk haldan maye hala keçəndə əlbəttə ki, əriyir. Deməli, buna deyirlər ərimə. İstəsəz belə yadınızda qalmasa, bərkə buz, mayeyə su, qaza isə buxar kimi baxa bilərsiniz. Buz suya necə keçir? Əlbəttə ki, əriyir. Bəs mayədən bərkə, yəni su buza necə keçə bilər? Əlbəttə ki, donaraq, donma və ya bərkimə. Mayədən qaza keçərkən, əlbəttə ki, buxarlanma. Qazdan mayəyə, kondensasiya, bərkdən birbaşa qaza, sublimasiya, qazdan birbaşa bərkə isə sublimasiya, intihar şəkilçisidir. Və uşaqlar, təbiətdə cəmi 2 dənə sublimasiyadan maddə var. Əslində 3 dənədir, amma imtahandan çıxarıldığına görə siz ikisini öyrənsəz kifayətdir. Bunun biri yoddur, biri isə quru buzdur.
Və bu aqreqat hallar zamanı hansı xassələrin dəyişdiyini bilməlisiniz. Bərkdən qaza keçəndə uşaqlar, əlbəttə ki, molekullar arası məsafə nə edir? Artır. Yəni bərkin molekullar bir-birlərinə çox yaxın yerləşib. Qazda isə əlbəttə ki, bu bir-birindən aralıdır. Hətta siz bunu ətir vuranda hiss eləyə bilərsiniz. Məsəl üçün, üzərinizə ətir vurursunuz. Siz otağın o başında olanda otağın digər ucundakı insan o iyi hiss eləyə bilir, düzdürmü? Deməli, onun molekulları bir-birindən çox aralıdır. Deməli, bərkdən qaza keçəndə molekullar arası məsafə nə edir? Artır. Məsafə artdıqca əlbəttə ki, cazibə qüvvəsi zəifləyir. Yəni, molekulların bir-birini cəzb etməsi zəifləyir. Sıxlıq nədir? Vahid həcmə düşən molekul sayıdır, düzdürmü? Deməli, sıxlıq kimdə çoxdur? Bərkdə çoxdur. Deməli, qaza getdikcə sıxlıq nə edir? Azalır. Sıxlıqla həcm necə asılıdır? Tərs asılıdır. Deməli, bərkdə sıxlıq çoxdur, qazda isə həcm çoxdur və əlbəttə ki, biz sizlə molyar həcm anlayışı öyrənəcəyik və həmin o anlayışı öyrənəndə görəcəksiniz ki, biz onu ancaq qazlara tətbiq edəcəyik. Yeganə bir dənə istisna halımız var, buz və suda. Buzun həcmi daha böyükdür, sıxlığı isə kiçik. Yəni normalda biz deyirik ki, bərkin sıxlığı böyük olmalıdır, düzdürmü? Amma buzun sıxlığı yeganə bərk maddədir ki, kiçikdir, həcmi isə sudan böyükdür. Hələlik bugün biz sizlə cisim və maddə anlayışını bir-birindən fərqləndirdik. Fiziki və kimyəvi xassələri bir-birindən fərqləndirdik. Maddələri aqreqat halına görə təsnif elədik. Aqreqat halların keçidlərinə adlar verdik və aqreqat halların keçidi zamanı xassə dəyişiminə baxdıq. Mən bundan sonra sizə lazım olan elementləri və onların kimyəvi işarələrini göndərəcəm və onlara da diqqət edirsiniz. Bugün bunları öyrənirsiniz və sizə test atacağım, onun üzərində tətbiq eləməyə çalışarsınız.